Gedib Kitay maşını alıb sürücü oturacağını boş buraxır və qoyub avtonom sürüşə zolaq izlənmə və arada bir əlin belə şeyə vurur, deyir ki, sakitləş, narahat olma, buradayam. Yəni belə məzəli videolar çəkirlər və bunu trendə çevirməyə çalışırlar ki, qaqa mən sürmürəm ki, indi polis tutacaq, deyəcəm ki, mən sürmürdüm ki. Bu ölkədə zolaq tanıma və avtonom sürüş bir çox maşınlarda var idi. Amma hələ indiyənə qədər bu belə olmamışdı. Bu nə vaxt belə bir hadisəyə düşdü? Nə vaxt ki, bu Kitay maşınları ucuzlaşdı, hamı getdi aldı və ortalığa görməmişlik faktoru gəldi. Amma görməmişlik bərabərində ciddi təhlükə faktoru gətirir. Yəni normalda bu cür videolara görə ciddi məsuliyyət tətbiq olunmalıdır. Hətta cinayət məsuliyyətinə düşməlidir ki, dövlət əhəmiyyətli yollarda, insanların keçdiyi yollarda, vətəndaşlar üçün açıq olan yollarda bu cür təhlükəli şeyləri eləyib paylaşırlar və bu görməmişlik dediyimiz şey hardan gəlir və bu nəyə görə təhlükəlidir, mən sizə onu izah edeyim. Dostlar, ümumiyyətlə hər bir ölkənin avtonom sürüşlə bağlı standartı var. O levellərin ölçülür. Level 1, level 1.1, level 1.2 və onların hər birinə ad qoyulur və bu dünya standartında belədir. Azərbaycanda isə ümumiyyətlə avtonom sürüş haqqında qanun yoxdur, normativ yoxdur və bu səbəbdən o avtomobil Azərbaycanda açıla bilməz avtonomluğa. Yəni bu açıla bilməz. Nəyə görə yox? Çünki o lidar sistemi, o maşının kəlləsində belə bir kamera var. Ona deyirlər lidar sistemi. Bəzən belə ola bilər ki, maşının başında 3 dənə kamera var. Elə ki 3 dənə göz var. Bu lidar sistemi dünya standartlarındakı nişanları oxuyur və dünya standartlarındakı zolaqları oxuyur və eyni zamanda da müxtəlif imkanları ilə bəzən GPS-lə, bəzən müxtəlif xəritələrlə özünü doğrulamağa çalışır ki, o yolda hərəkət eləyə bilsin. O dayanmadan ki, istəyir, deyir ki, əlini rola saxla. O ona görə deyir ki, abala, mən bu ölkəlik deyiləm, bunu söndür. Yəni avtomobil özü də bunu deyir sizə. Siz başa düşmürsünüz. O götürür kameralarla, lidarlarla götürür və görür ki, bu onun ölkəsi deyil və bu bir çox şeyləri özündə yoxlayır və qısa zaman içində sizə yazır ki, rol tut. Sən orada rol tutursan, o deyir ki, mən nə isə bilmirəm, amma bu adam mənə təkid edir, qoy bir dənə də yoxlayım. Bir dənə də yoxlayır, təzədən deyir ki, rol tut. Bir dənə də yoxlayır, təzədən deyir rol tut. Nə bizim ölkəmizin yolları, nə bizim ölkəmizin standartı, nə bizim ölkəmizin nişanları, nə GPS sistemi, nə xəritə sistemi, nə də ki bizim ölkəmizin ümumiyyətlə yolların digitallaşması nə qanunla buna icazə vermir, nə normativlə buna icazə vermir. Bu çox ağır təhlükədir. Yəni siz bunu başa düşmürsünüz. İndi bir çoxunuz deyəcəksiniz ki, bəs bəzi maşınlar var, hətta bunu xaricdə deyirlər, nişanı oxudu, oxumadı, deyir əlini tut. Dostlar, bu yenə də deyirəm, bir normal sürücünün istifadə etdiyi avtomobilin robota çevrilməsi arasında olan bir revolyusiyadır, bir inkişafdır. İnkişaf mərhələlərə bölünüb. Siz indi görməmiş kimi onu bugün görmüsünüz də, o çoxdan var idi xaricdə. Nə var idi? Uzun müddət rol çox tərpənməyəndə roldan belə əlini tutmuşam. O oxuyurdu, sürəti görürdü, zolağı görürdü. Mən də indi biraz belə yatan fason olmuşam da. Görür ki, rol əlimdən çıxır və cızıqdan çıxıram. 1, 2 yazırdı, rolu əstirirdi, yazırdı, roldan tut, mesajlar göndərirdi ki, roldan tut. Heç bir şeyə zadı qoşmurdum, heç bir avtonom rejimi zadı qoşmurdum. Sadəcə belə eləyirdi. Bu nəyə görə belə idi? Bu da mənə bir insan olaraq robot tərəfindən kömək edir ki, hətta Mercedeslərin zadlardan, belə qədimski Mercedeslərdən danışıram, Volkswagen-də, BMW-də ekranda coffee işarəsi çıxır. Yazır coffee break. Yəni deyir ki, yəni bu da minimum robot səviyyəsidir. Deyir ki, abala, deyəsən yoxlayırsan, o hardan bilər yoxlayırsan? Cızıqdan çıxıram, 4 dəfə çıxıram, normal adam niyə cızıqdan çıxsın? Deyir, bəlkə piyandır, bəlkə yoxlayır, bəlkə yuxusu gəlir, bəlkə halı pisdir. Hələ sizə bunun bir dənə də variantını deyim. Bu yaxınlarda Volkswagen çox geniş bir şeylədir. Bu artıq avtonom sürüş deyil. Bu da assist sistemidir. Gənə də yolu tanıyır, zolağı tanıyır. Deməli, gedirəm belə, Volkswagen onu reklam edirdi geniş. Rolları tutmuşam. Birdən rolu buraxıram. Və oldu da elə ki, Allah ucaqasın, ürək tutdu. Olur bu gün qəzalar olur Azərbaycanda. Avtobus sürücüsü, normal adam getdiyi yerdə maşın gedir, aşır, sonra görürlər ki, ürək tutmadan vəfat edib. Bir şey də getdiyi yerdə gedir, harasa girir. Bax, zədə olur maşında, amma bunu öldürəcək qədər olmur. Görürlər ki, ürək tutmadan vəfat edib. Adamda heç bir vizual zədə yoxdur. Volkswagen bu Almaniyada bilirsiniz, vətəndaşları qocadır. Volkswagen bunu reklam edir. Deməli, tutur belə rolu gedir. Maşın getdiyi yerdə sonra belə əlin roldan çəkir. Amma oturub oturacaqda, qaçmır, roldan çəkir. Rol belə-belə sirkələnir. Liniyaya gətirir bunu. Bunu təzədən liniyaya gətirir.
Rol təzədən silkələnir. Deyir, rol tut, rol tut, rol tut. 3-4 dəfə deyəndən sonra avtobanda ola bilər, bir çox yerdə ola bilər. Reski remeni sıxır ki, məni ayıltsın. Yatmışamsa o remen çox şiddətli sıxır, məni incidir. Mən yenə də ayılmıram. Bu bir dəfə də sıxır. Mən yenə də ayılmıram. Ondan sonra şeyləri yandırır, avarinləri və özü mümkün qədər maşını yolun sağına çəkir və hətta öz ölkəsində SOS siqnalı göndərir ki, məni sürən adamın vəziyyəti xarabdır, durun gəlin. Bax, budur bax avtonomluq, budur bax zolaq tanımaq. Elə görməmiş kimi, dayı ehtiyac yoxdur, bu özü gedir dayı rayona. Ay, görməmişlər. Yolda gedən Əzraillər. Ay, nə bilim, Əzrail gül kimi mələk deyə, üzr istəyirəm Əzraildən də bunu. Mən götürdüm gül kimi mələyi, sizin kimi adamla bir tutdum. Çox diqqətli olun. Bu iqruşka deyil. Bunu dərk etmək lazımdır. Sonra sürmək lazımdır. Vətəndaşlar bunu çox istifadə edəcək. Çünki bizdə sözün əsl mənasında görməmişlik hökm sürür və təzə gələn istənilən maşında artıq avtonomluq olacaq. Çox qısa zamanda Azərbaycan Respublikasında avtonomluq haqqında qanun olmalıdır və orada açıq şəkildə göstərilməlidir ki, hansı level icazə verir ki, vətəndaş, sürücü bunu istifadə edə bilsin və hansı pozisiyada. Avtonomluğun bir çox səbəbləri var. Avtonomluq ona görə qoyulmayıb ki, sənin ağlın başında tuturub oturasan, sərnişin oturacağında və maşın öz başına getsin. Dünyada bu dəqiqə o cür bir avtonomluq yalnız dövlətlərin test üçün istifadə etdikləri ərazilərdə icazə ilə mümkündür və bu artıq müəyyən yerlərdə sübut olunub, sonradan verilir. Məsəl üçün, taksi ola bilər bu. Müəyyən bir vasitə ola, amma bu verilmir vətəndaşlara ki, götür get. Bu level 3-dür. Səhv eləmirəmsə level 3-dür. Yalnız o zaman icazə veriləcək. Onda da ki, yenə də qismən, yenə də dövlət qanunları eləmək şərti ilə. Əks halda bu çox pis bir cinayətdir. Çox pis olacaq bunun axırı. Müvafiq qurumlara da buradan səslənirəm. Bununla bağlı qanun çıxardın ki, olmaz. Belə bir hal görən kimi çox sərt tədbirlər görülməlidir. Adam həbsə belə atılmalıdır ki, o durub oturub sağ tərəfdə maşını buraxıb avtonom. Yəni o maşının istehsalçısı var, o maşının istehsalçısına mesaj yazın, göndərin ki, abala, sən belə maşını düzəltmirsən, deyəcək mən qələt eləmişəm. Yəni yox deyə, əgər ki, texniki cəhətdən maşının levellərini, səviyyələrini bilsəydiniz, ora baxanda açıq şəkildə yazır. Olmaz rolu tərk eləmək, olmaz sürücü oturacağını tərk eləmək, olmaz. Sən orada olmalısan. O əlavə dəstək müəyyən kömək üçündür. Bu assist sistemləridir. Məsələn, maşınla getdiyim yerdə birdən fikrim yayındı, sağa baxdım, roldayam da olur da belə şey. Birdən fikrim yansı, bu o dəqiqə rol tutur, qayıdır liniyaya. Bu bir kömək. İkinci baxır, mən yenə də sağa baxıram, o götürür, tormoz verir. Və bu da əsasist. Yoxsa roldan çıx get otur sağda, bunu da hələ bir tirajla. Çox xahiş edirəm elə millətdən də bu görməmişlikdən vazgeçin. Müvafiq qurumlarını da xahiş edirəm ki, buna uyğun qanun çıxardın. Çünki Azərbaycan Respublikası yol hərəkəti haqqında qanun həddindən artıq köhnədir. Həddindən artıq köhnədir. Ona görə də ora bəlkə də ümumiyyətlə təzədən yazılacaq məqamlar olmalıdır. Qanun sırf yenidən müasirləşdirilməlidir. Bir çox məqamlarda xəta var, o cümlədən avtonom sürüşlə bağlı. Xahiş edirəm, görməmişlik eləməyin, xahiş edirəm təhlükəsizliyə riayət edin.